Salam dostlar, kanalıma hoş geldiniz. Keçən mən sizinlə danışdım qanalı haqqında və videonun sonunda dedim ki, mən sizə gəlin dəfə bir məzun resepti verəcəyim qanalının aradan qaldırmaq üçün. Mən sizə nə resepti verəcəyim, amma başdan deyirəm ki, e, kim kanala abunə olmayıb, kanalıma abunə olun. Və videoları bəyənin, paylaşın ki, daha çox adam istifadə eləsin. Gəl ondan başlayaq ki, mən dedim ki, keçən dəfə qan azlığında məzdən istifadə etmək olar. Çünki məzdə həm dəmir var, həm də fol turşusu var. B9 zəngindir. Məzin tərkibi çox zəngindir. Məndə məzə haqqında bir video var mənim kanalımda. Ona baxmırsa, baxın və oradan istifadə edin. Məzdə həm də mən dedim ki, məzdən sup eləmək olar, şorbası eləmək olar, salata eləmək olar. Bir də məzdən çörək bişirirlər. Çox da ləzzətli bir çörəkdir. Mən indi onu çörəyi sizə göstərmək üçün mənim imkanım yoxdur. Ancaq onun reseptini sizə deyirəm ki, 201 stəkan belə böyük stəkan mərci götürürsünüz. Onu axşamı suda islatırsınız. Yəni su üzərindən çıxan kimi su əlavə edirsiniz və səhərə qədər qalır. Səhər bunu yudunuz, qəşəng. Suyunu süzdünüz, yudunuz və sonra bunu üzərinə bir stəkan balaca armud stəkan qatıq, armud stəkan duru yağ, sonra qabartma tozu, duz əlavə edib bunu blenderdə əzirsiniz. Kimisi oraya kətan toxumu və çiğ toxumu da əlavə edə bilər. Sonra bunu tökdünüz, istədiyiniz hardakı bişirəcəksiniz, o qaba tökdünüz və onun üzərinə küncütdən, qaraca ötündən və yaxud günəbaxan toxumu nə istəyirsiniz əlavə edirsiniz və qoyursunuz sobaya. Yəni kimin sobası nə dərəcədə pişir, o dərəcəyə qoyursunuz və bunu pişirirsiniz, çox ləzzətli çörək olar. Yəni mən özüm bunu hazırlayıb istifadə eləmişəm, çox gözəldir. Yəni bunu hazırlasınız, sonra tez-tez hazırlayırsınız. Həftədə 2 dəfə, 3 dəfə ondan istifadə edin ki, bu həm qan azlığına xeyirdir, həm də çox yəni bütün ümumilikdə orqanizmə xeyirdir. Bunu hazırlayıb istifadə edin. O ki, qaldı məzun, mən sizə bir sağlam elektrik deyək də, mən bu adını belə qoymuşam. Amma yenə deyirəm ki, mən bunları nədən ki danışıram, mən bunları hazırlamışım vaxtı ki, çarə verişində. Rəhmətli Fikret müəllim vaxtında. Allah Fikret müəllimə rəhmət eləsin. Bu məcunu mən orada hazırlayanda bir Sərxan doktor var, Sərxan müəllim vardı, Tibb Universitetinin professorudur. Mən bilmirəm də o adam rəhmətli, yaşlı adam idi. Əgər rəhmətli gedibsə, ona rəhmət eləsin. O mənə dedi ki, Sadıq, sən bunun adını qoy Elixir. Çünki sən elə bir şey hazırlamısan ki, bu çox belə zəngin bir şey, tərkibi çox zəngindir. Bunun adını dedi ki, sən elə bir ki, bir eliksir hazırlamısan ki, sən adına məzundur. Bu eliksirdir. Bu dediyim tərkibi adını Sərxan müəllim qoymuşdu. Yenə deyirəm ki, rəhmətli gedib Allah rəhmət etsin. Əgər salamat can sağlığı versin, elə o dövrdə o çox yaşlı kişi idi. Ancaq çox da yaxşı adam idi. Allah yenə deyirəm, diriyə də rəhmət var, Allah rəhmət etsin. Demək, bu bizim dediyim bu eliksirin tərkibinə gedir 200 qram qoz, 200 qram kişmiş, 200 qram buğuz düzəlmişi, sonra 200 ml kök soku, 200 qram çoğunluq soku və 2 limon və 200 ml də bal, 200 qram bal. Demək ki, qozu üydürük, kimşi əvvəlcə isladırıq, sonra üydürük, onu buğdanı düzəldirik və sonra üydürük, limonu qabılı qoyduq, buzdolabına onu sonra rəndələni keçirdirik. Demək, çoxunluğun sokunu çəkirik, şirəsini çəkirik, 2 saat qalır ağzı açıq ki, orada lazım olmayan maddə oradan uçsun. Soğansını qarışdıq və balı da qatdıq. İndi hava ki, istidir, bunun soyucunu at özünü saxlamaq lazımdır. Hər gün səhər bir qaşıq bundan yemək kifayətdir ki, demək ki, bu təkcə qanını qaldırmır, qan azlığını aradan qaldırmır, hemoqlobini qaldırmır. Bu orqanizmə bunun saysız faydaları vardır. Təbii ki, hemoqlobini artırır, eritrosit miqdarını artırır. Ancaq bu ilə belə damarların elektrikliyini artırır, xolesterini azaldır, damarların elektrikliyini artırır, damarları təmizləyir. Çox faydalı bir şeydir. Qaraciyərin təmizlənməsinə xidmət edir, həzmi rahatlandırır, insana toxluq hissi verir. Burada buğda düzəlmişi də var. Ona görə də burada fol turşusu çox zəngindir. Və sizə deyim ki, hamilə qadınların əsas qidası fol turşusu olmalıdır. Ona görə də hamilə qadınlar bundan istifadə etsinlər.
Çünki orada həm mərci var, həm də buğda düzəlmişi var. Ona görə də qan azlığını aradan qaldırmaq üçün belə əvəzsiz bir vasitədir. Həmçinin idmançılar üçün çox faydalıdır. Təbii proteindir. Ondan sonra zehni əməlli məşğul olmaq üçün, tələbələr üçün, şagirdlər üçün, abituriyentlər üçün. Bax, indiki vaxtda mən sizə bir resepti verdim ki, indi uşaqlar hazırlaşır imtahan verməyə. Bax, indi kim imtahan verməyə hazırlaşır, bax, onlar üçün çox bu faydalıdır ki, yaddaşı çox gücləndirir. Beyni bir ki, canlılaşdırır. Ümumilikdə orqanizmə bir canlılaşdırıcı effekt verir. Çünki burada antioksidantlar çoxdur, zəngindir bunun tərkibi. Ümumilikdə orqanizmi canlılaşdırır və o cümlədən də beyni canlılaşdırır. Yaddaşı gücləndirir və öyrənmək həvəsini artırır, qavrama qabiliyyətini artırır. Ona görə də bundan həm zehni əməklə məşğul olunur, həm də ağır fiziki işdən sonra kimlər ki, ağır işdə işləyirlər, demək ki, sonra işdən gələndən sonra bundan bir qaşıq içsələr, bütün itirdikləri enerji bərpa olunacaq. O cümlədən ağır xəstəlikdən sonra kimlər məsələn əməliyyat keçirmiş insanlara da bundan vermək lazımdır ki, onların itirdiyi qüvvəsi bərpa olunsun. Həmçinin qalxan bənzər üçün çox faydalıdır. Yəni ümumilikdə sadalığım kimi həm qan artıran bir vasitədir, həm də o qan artırmaqla bərabər həm də bunun çox faydaları vardır. Həm beynin fəaliyyətini gücləndirir, beyni qocalmaqdan qoruyur, həmçinin orqanizmə bir güc və enerji verir və kişilərdən üçün potensialını artırır. Yəni kişilər üçün çox faydalıdır. O adamlar ki, cinsi zəiflikdən əziyyət çəkirlər, onlar da bundan istifadə edə bilərlər. Çünki yenə deyirəm, o qədər bunun tərkibi o qədər zəngindir ki, bu həmçinin ürəyin fəaliyyəti üçün çox faydalıdır. Mərkəzi sinir sisteminə çox gözəl təsir edir. Tərkibi o qədər burada vitamin C zəngindir, vitamin C ilə zəngindir, təzyiq olunanlar üçün çox faydalıdır. Belə özüm sayıram, mən sadəcə görürəm ki, ardı gəlir. Yəni bunun faydaları sadəcə qurtarmaq bilmir. Ona görə də bunu düzdür, biraz hazırlanması çətindir. Amma ki, bunu hazırlamağa dəyər. Çox zəngin bir şeydir, hər bir adam üçün bu çox faydalı. Həm uşaqdan böyüyə, uşaqlarınıza verin ki, yaxşı böyüsünlər, sağlam böyüsünlər, yaddaşları yaxşı olsun, yaxşı qavrasınlar. Yəni var adamlar, uşaqlar var ki, oxuma həvəsi var, oxuya bilmir də. Yəni o qavrama qabiliyyəti o qədər yoxdur. Bax, uşaqlara verər, tələbələr üçün, abituriyentlər üçün, məsələn, bugünkü gün, yenə deyirəm ki, bugün uşaqlar hazırlaşırlar imtahan verməyə. Bax, onlara bunun hazırlığını verin. Çox da baha qiymətli deyil də bu. Bunun hazırlığını verin və uşaqlarınız imtahanı çox uğurlu verəcəklər. Mən sizə deyim ki, siz bunu hazırlayıb verirsiniz, uşaqlarımız çox qəşəng nəticələr əldə edəcəklər. Bax, bunu hazırlayın. Yaşlı adamlara yaxşıdır ki, kimdə ki, yaddaş zəifliyib, onlarda çox vacibdir. Yaşlı adamlar üçün vacibdir. Ondan sonra xəstəlikdən qalxardırmaq üçün vacibdir. Yəni uşaqdan böyüyə hər bir kəsə bu vacibdir. Ona görə də bundan hazırlayın, tənbəllik eləməyin, bundan hazırlayın və özündə istifadə edin və ailə üzərində verin. Bir daha təkrar edirəm. 200 qram qozdur, burada 200 qram kişmişdir. Sonra 200 qram buğda düzəlmişidir. 200 milli bu köksok 200 milli çoğunluq şirəsi, 2 limon və 200 qram da bal. Bunların hamısını hazır qarışdırın. Bunu soyucunun aşağı gözünə qoymaq lazımdır ki, bu korlanmasın. Düzdür, bu balın içindedir. Bunun heç olmazsa ancaq burada şirələr var deyə bu istidə korlana bilər. Ona görə də bunu hazırlayın və soyucu qoyun ki, korlanmasın. Çünki hələ bunu məsələn bir dəfə hazırlayırsa bu bir ay gedəcək. Əgər bir adam istifadə edirsə, yəni bunu gündə bir qaşıq istifadə etmək kifayətdir ki, bu həm adama enerji verir, həm yaddaşı yaxşıdır, həm də qanı artırır, həm də xolesteri təmizləyir. Yəni belə ikinci belə bir şey mənə elə gəlir ki, yoxdur və bunu heç kəsə deməyəcək. Mən sizə bu resepti verdim. Bu qədər. Mən sizə çox zəngin bir, faydalı bir resept verdim. Ona görə də xahiş edirəm ki, kanalıma abunə olun və videoları bəyənin, paylaşın ki,
daha çox adam bu faydalı məsələdən istifadə edə bilsin. Hələlik bu qədər. Gələn görüşlərədək.